buranı təmiz saxlayın da. Gəlin yığın bunların hamısını. Hamımız qıraqdan elə durub baxsınız. Elə bil mən burada danışmalıyam, siz mənə qulaq asmalısınız. Mənim danışmağım məqsəd odur ki, gəlin malınızı yığın. Sən büyünləri, bu tullantı təkərləri buradan qəbul eləyirsən. Ya maşından götürüb burada saxlayırsan. Bunun tullanması üçünsə departament niyə müqavilə olunur? Sumqayıtda küçə ticarətinin qarşısı alınır. Aidiyyatı qurumlar şəhərin müxtəlif ərazilərində reydlər həyata keçirir. Məhəmməd Əsədov küçəsi Daş Bazarı adlandırılan ərazidə keçirilən reyd zamanı Sumqayıt şəhər İcra Hakimiyyətinin, Memarlıq və Şəhərsalma İdarəsinin, Bələdiyyənin, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları qanunsuz küçə ticarətinin yol verilməz olduğunu bildiriblər. Sahibkarlarla söhbətlər aparılıb. Bu halların təkrarlanmaması tapşırılıb. Diqqətə çatdıraq ki, səkiləri zəbt edərək piyadaların hərəkətinə mane olan, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılarla izahat xarakterli söhbətlər aparılır. Yalnız xüsusi ayrılmış yerlərdə ticarətlə məşğul olmaları bildirilir. Şəmsdan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.